Bugün Bakıda BMT-nin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanlarının qlobal əməliyyatlar şəbəkəsinin 6-cı plenar iclası keçirilir. Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər. Öncə Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti ünvanlandı. Müraciəti Baş prokuror Kamran Əliyev oxudu. İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, geniş miqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması, suverenliyin və ədalətin bərpası ilə yanaşı, həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir. Azərbaycan son illər qlobal təşəbbüsləri ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Baş prokuror Kamran Əliyevin sözlərinə görə Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Cəza tətbiqi ilə yanaşı institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir. Azərbaycan Qlobi şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiya qarşı mübarizə orqanı olan Nazaha təşkilatının əvəzsiz rolu olmuşdur. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bridget Şrobel-Şou isə bildirib ki, iclasın keçirilməsində məqsəd korrupsiya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsidir. Korrupsiya sərhəd tanımır. Bu səbəbdən biz korrupsiyanın cücərdiyi meydanı bağlamaq üçün formal və qeyri-formal, ikitərəfli və çoxtərəfli çərçivələrdə birləşmək üçün hər imkandan istifadə etməliyik. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva qlobal əməliyyatlar şəbəkəsinin fəal üzvü kimi Azərbaycanın bundan sonra da korrupsiya qarşı mübarizənin gücləndirilməsi və vəsaitlərin qaytarılmasında fəal iştirak edəcəyini bildirib. Bir çox hallarda korrupsiyaya cəmiyyətin üzərinə qoyulmuş haqq kimi istinad edilir. Çünki o, xalqların rifahını əlindən alır, vətəndaşları öz hüquqlarından məhrum edir və idarəçiliyin əsaslarını sual altına çəkir. Qeyd edək ki, tədbir 3 gün davam edəcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.